tarixində 3 yoxdursa, bu analizin olmamağına gətirir. 4 yoxdursa hədəf yaza bilmirsən. 5 yoxdursa sosial deyilsən, özünü Instagramda göstərmirsən. 4 mehribandı və mehribançılığı gözləyir, səndən eyni dürüstlüyü gözləyir. 9 sənə qaçır, kömək eləyir, təşəkkür gözləyir, təşəkkür eləməyəndə bir sevmirsən məni. Biz faktiki olaraq ondan gəlmişiksə, bəlkə onun bir talih yükü var da üzərimizdə. Hər kəs axı rahat yaşamaq istəyir. İnsanlar 90% enerjini sadəcə itirir. Maddiyyatda problem yoxdur, amma yenə xoşbəxt deyillər. İnsan öz sahəsinə düşəndə xoşbəxt olmağa başlayır. Qabında olur da. Amma qəbul eləməyə heç kim fikirləşmir. Necə eləyəcəyini bilmir, daha doğrusu dərk edib qərar verməlisən, dərrakədə olmalısan. Ağılla qərarın yarısı emosiyadır. Bizim uğurumuzun qarşısını alan nədir? Ən vacib, ən şeylərdən biri qorxudur. Mənim işlədiyim şirkətlərin CV-ləri HR-a getmir, mənə gəlir. CV-yə doğum tarixinə baxıb işçini mən yönləndirirəm. Koçluq dəyişim bir proqramıdır. İnsan dəyişib çıxır. Əziz Hüseynov 1996-cı ildə Bakı şəhərində anadan olub. Təhsilini 264 saylı orta məktəbdə alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə təhsilini davam etdirib. Peşəkar fəaliyyətində şəxsi inkişaf, insan potensialının açılması və südçay sistemi üzrə koçluq istiqamətində çalışır. Bu sahədə müxtəlif təlimlər verib və fərdi inkişafla bağlı yüzlərlə insana dəstək olub. Yaradıcılığa xüsusi marağı var. Teatr sahəsində çıxış edir, fərqli yaradıcılıq layihələrində iştirak edir və film sahəsinə böyük həvəsi var. Subaydır, bir övladı var. Əziz, xoş gəlmisən. Xoş gördük Fuad. Əziz, çoxdan da səni görmürük həqiqətən də. Yəni bu podkastda gözlə ki, Əziz gələcək. Hə, inşallah gəldin. Hardaydın belə? Uzun zaman, yəni bir ildən çox bir müddət oldu artıq. Mən o vaxtı burada çıxanda Südçayın ilk bazasını keçmişdim. Və o bilgilərlə danışırdım. Sonra elə oldu ki, artıq öz üzərimdə çalışdığım təcrübələr topladım, seanslar elədik, konsultasiyalar elədik və getdim Südçayın professional hissəsini oxuyub bitirdim. Sonra yenə dayanmadım, üstündən bir müddət sonra keçdi, artıq koçluğu bitirdim. Yəni Südçayın 3 sinifi var, hər üçünü də bitirdim. Bu günləri rəqəmsal koç sayılıram, mini MBA aldım. Bu gün Avropada, dünyanın 181 ölkəsində rahat şəkildə çalışa biləcəyim diplomları əldə elədim. Yəni bitirdim və hal-hazırda namizədliyimi trenerliyə vermişəm ki, gələcəyində qismət olsa, bu yenə əmin deyiləm, amma qismət olsa, Azərbaycan dilində də bu elmin tədrisi olsun. Çox super. Bəs yaxşı, belə deyim də, sənin profi və koçluğun yaxşı, indi o bizə nə verir? Əslində kifayət qədər informasiya verir də əvvəldə. Bu indi mən təsəvvür eləmirəm nə verə bilər, daha böyük informasiya. Prof daha çox insanın professional kompetensiyalar üzərində işləməyə başlayır. Var şəxsi kompetensiyalar. Bu bizim doğum tariximizdir, bu bizim matrisadır, portfolyodur. Yəni sənin doğum tarixində 3 yoxdursa, bu analizin olmamağına gətirir. 4 yoxdursa hədəf yaza bilmirsən. 5 yoxdursa sosial deyilsən, özünü Instagramda göstərmirsən və yaxud da sosial aktiv deyilsən. Bunu bərpa eləmək olar. Bu şəxsi kompetensiyalardır. Biri də var ki, professional bacarıqlar. Yəni mən bunu anlayanda ki, insan professional bacarıqlarını inkişaf elətdirəndə bütün bizneslərdə uğur qazana bilir. Və professional artıq hissə, yəni Südçayın professional hissəsi daha çox biznesə yönəlikdir. Biznesin analizidir, biznesin qurulmasıdır və daha dərindən insanın emosiyalarını araşdırır. Nə, niyə baş verir, hisslərimiz necə olur, şuur sayına, düşüncə, fikir addımları necə olmalıdır. Xod мысли hesab olunur da, yəni biz necə düşünürük, daha dərindən araşdırır. Bura qədər sadəcə rəqəmlər idisə, mən həmişə deyirəm, seansda yanmacayan adamlar olur. Rəqəmlərdən demək olar ki, heç danışmırıq. Heç danışmırıq. Hə, yəni sırf insanın özü ilə, problemi ilə problemə yönəlik və tamamilə problem üzərindən söhbət gedir. Belə psixoloji seansa keçirdi onda elə. Da psixoloji deməyək də koçluq olur. Yəni suallarla şəxsi inkişaf baxımından sırf şəxsi inkişafa yönəlir. Yaxşı, bax sən professional kompetensiyalar dedin də, yəni okey, bizim nə professional kompetensiya, mən sadəcə olaraq onu ayırd eləmək istəyirəm də. Yəni bizim onsuz da bir nəsə var idi da bizdə. Bu professional kompetensiyalar hardan çıxır? Doğum tarixində misal üçün bir var, hər kəsdə bu 1900-cü illərin hamısında var. Bir qərar qəbul eləmədi. Əgər bizim doğum tariximizdə bir dənə bir varsa, biz 50% qərar qəbul edə bilərik, tam cəsarətli olmaya bilərik.
2-də nə bir varsa 100% qərar qəbul eləməmiz var. 2 varsa insanları başa düşə bilirik, anlaya bilirik. Yoxdursa anlaya bilmirik və portfolioya ən gec oturan kompetensiyadır insanları anlamaq üçün 2. Ən gec oturan 2 rəqəm var doğum tarixi. Biz bunun bərpasında öyrəndik. Yəni bundan əvvəl yox idi. Biz sadəcə məlumat verdik ki, belədir. Bu gün bunun bərpası mümkündür ki, mən bunu necə bərpa eləyə bilərəm? Hansı vərdişləri öz üzərimdə götürməliyəm ki, bunu bərpa eləyim? Bu var. Və doğum tarixində misal üçün 2 insanları başa düşmədir. 3 analizdir, situasiyanı analizdir. Sadəcə sənin həyatında nəsə baş verir, kimsə sənə nəsə dedi, bunu necə analiz eləməlisən sən? Necə özünü tanımalısan və anlamalısan? Budur. İndi fikirləş bunu mən keçirdirəm professional kompetensiyalara. Bir strategiyadır. Yəni sənin şirkətinin illik satış strategiyası nədir? Nə qədər satış eləməyi fikirləşirsən? Və yaxud da ayda burada misal üçün də sağlam həyatda neçə nəfəri qəbul eləmək strategiyan var. Bu birinci strategiyadır. İkinci strategiya diplomatiyadır. Sən kimlərlə münasibət qurmalısan ki, buranı daha çox inkişaf elətdirəsən. Üçüncü kompetensiya gedir analiz navigodur, çıxarın analizi. Və bunun özü tək çıxar analizi. Yəni biznesdə çox önəmli olan bir mövzudur. Niyə? Çünki biz hansısa bir biznesə başlayanda onu hesablaya bilmirik ki, oradan nə qədər qazanacağıq. Ümumiyyətlə ora girmək məqsəd yönlüdür yoxsa məqsəd yönsüzdür? Məqsəd yönlülük 3 məcrada hesablanır da. Dövlət qanunlarına baxılır, dini qanunlara baxılır, bir də adət-ənənəyə baxılır. Misal çəkirəm, bu günləri gəlib Azərbaycanda donuz məhsullarından bir mağaza açsalar, donuz piyi, donuz yağı o qədər də getməz. Amma Rusiyada bunu eləsələr gedər. Çünki bu bizim adət-ənənələrimizə ziddir. Və yaxud da ki, İslam olmayan bir ölkədə gedib İslamın hansısa bir möhür satılsa, cənamaz satılsa orada, təsbehlər satılsa, orada işləməyəcək. Belə deyim də, məqsəd yönsüzdür. Dubayda şuba satmaq kimi. Dubayda şuba satmağa bənzər, bəli. Məqsəd amma bunu da biraz daha dərinləşir. Niyə? Biz hər birimiz öz doğum tariximizə görə biznes qururuq. Məsəl üçün sən şuur sayı 3 missiya 4-sən, davamlı olaraq yeni bir şey gətirmək istəyirsən. Yeni bir şey gətirmək istəyirsən və bir də missiya 4-də belə bir problem var. Hədəf fürsətləri itirməkdən qorxur. Hədəf üçün yaşayır və fürsətləri itirməkdən qorxur. Ona görə bütün fürsətlərə qaçır. Bu yaxında bir biznes analizi elədik. Bir şirkətdir. Adam şirkət qurub, çox da mükəmməl bir şirkət qurub, proqram üzərindən mebel aksesuarlarını satır düşün. Heç kimin ağlına gəlməz. Və oturub analiz elədim ki, bu şirkət ümumiyyətlə Azərbaycanda var. Dünyada tapmadım belə bir şirkət. Və missiya 4 idi quran insan. 8-4 idi ki, mebel aksesuarlarını, mebelin, yəni bu şurupları ola bilər, çəftəsi ola bilər falan, proqram üzərindən sexlərə satır. Düşün. Yəni bütün bu heç bir şeydə yoxdur yəni bu ideya. Və çox da qəşəng işləyir. Niyə çatdırma eləyirlər? UTP-si var, xüsusi təklifi var, insanlara maraqlıdır. Adam başlayır biznesə, qazanır. Əlinə pul gələndən sonra missiya 4-də axı yenə 2 fərqli biznesə yatırım eləyir. Hansı ki, heç birində bilgisi yoxdur. Sadəcə təkliflə ki, bəs belə bir şey açsaq tutar. Məsəl üçün fast food açsaq tutacaq. Gedir yatırım eləyir. Nəticədə 200 min yanır, batır. Ondan sonra gəlir yanma ki, jakoçluq eləyək, bərpa eləyək, düzəldək. Təbii ki, o düzəlir sonrasında. Yəni bunu şey eləmək olur. Amma hər kəs öz düşüncəsində və missiya 4 hamıya bərabər qiymət təyin istəyir. Hər kəsə doğru bərabər qiymət təyin olmalıdır. Bazara girəndə, segmentləşməyə girəndə 5 kütlənin ala biləcəyi bir şeydir. Yəni hamı istifadə eləyir. Bu insanlar 80%-dir. Bu günləri bütün dünya üzrə belədir. İstifadəçi sayılır da, yəni bu adamlar. Nəsə ucuz axtarırlar və keyfiyyətli axtarırlar. Bizdə bu xüsusilə çoxdur özdə. Ucuz olsun, keyfiyyətli olsun və bu normallarda misal çəkirəm, restoran üzərindən geçsək, bir adam açır bir restoran, adi kafe tipində, yəni stalovo tipində yeməkxana və bu 5-ci segmentdir. İnsanlar gəlir, 5-6 manata orada yemək yeyirlər, dobro olur və gedirlər, amma çox gəlirlər. Və bu insan çoxu qəbul edə bilir. Həcmi hesablanmışdır. Həcm, yəni onun üçündür ki, hazır yeməklərdir, tez-tez çəkirlər, verirlər və insanlar oturdu, yedi, durdu, getdi, başqaları gəldi. Amma burada əgər adam qiymət təyin eləsə ki, məsəl üçün sup 8 manatdır, ora heç kim gəlməyəcək. Artıq segmentləşmə keçir lüksa, 6-cı segmentə. Bu gün mən baxıram bazar analizini eləyəndə insanlara, çox adam keyfiyyəti və qiyməti tutuzdura bilmir. 5 üçün satmaq istəyir, qiyməti baha qoyur. Və yaxud da səndə tərsinədir. Bax, sən bahalı məhsul gətirə bilərsən, keyfiyyətli məhsulu hamıya sata bilərsən.
Ki hamı bunu ala bilsin. Qiyməti aşağı qoyursan, təbii ki, burada sənin marjan aşağı düşür. Yəni real кейslər var ki, Elə də. sən hamıya bərabər eləmək istəyirsən, bərabər satmaq istəyirsən ki, eyni olsun. Doğrumu? Elə Amma də. bu sənin öz subyektivin belədir. Bir də var obyektiv reallıq, artıq analiz üzərindən. Bu yalnız professional kompetensiyada 3-cü kompetensiyadır. 3-cü kompetensiya dediyim bizim o belə deyim də doğum tarixi O yenə doğum tariximiz deyil, yəni doğum Hə, o tariximiz başqa hesablamadır. Olsa doğum tarixində olan 3 sənin bu gün vəziyyəti analiz eləməyindir. Və yaxud da səndə 3 varsa da, okey, sən analizi, yəni bu biznes analizini daha yaxşı eləyə biləcəksən. Olmayan insandan təbii ki. Məsələn, məndə 3 yoxdur. Mənim bunu anlamağım üçün mən davamlı təcrübədən keçirtməliyəm ki, mən bunu anlayım. Кейslərim olmalıdır və ondan sonra anlaya bilirəm. Səndə belə deyil. Əgər doğum tarixində 3 varsa, yoxdursa səndə də belədir. Şur sayı 3 olmağına baxmayaraq. Yəni çünki sən ayın 21-i dünyaya gəlmisən və ayın 21 dünyaya gələn yenə də analiz eləyir öz subyektivindən və istəyir ki, bilgi əldə eləsin, öyrənsin və öyrətsin. Bunu yenilik üzərində eləmək istəyirsən, hədəflərlə. Bu sayılır missiya artıq. Yəni belə deyək də, bura qədər şuur sayından çox danışırdıq. Bu gün missiya daha çox açıldı, sfera açıldı. indi missiya ilə sfera əsas yönəldi və kompetensiyalara yönəldi, analizə girdi. Yəni bilirsiniz necədir? Mən özüm burada ola, bizdə olur ki, yəni artıq sən koçluğu bitirmisənsə, özün bir məhsul yarada bilərsən və davamlı gəzirəm, fikirləşirəm, görürsən mən bu bilgilərdən istifadə edə məhsul yarada bilərəm. Şuur sayı 6 olduğum üçün məni sevgi maraqlandırır. Yəni bütün şeylər sevgi. Danışanda belə sevgidən danışıram, münasibətlərdən və insanlara puldan danışıram, 6 pulu sevir. Bir də xoşbəxt olmaqdan danışıram insanlara, doğrumu? Və bunları götürərək dedim mən nə edə bilərəm? Sevginin 9 dil adında bir marafon yaratdım. Aha. Yəni sənin sevgi vektorun fərqlidir, mənim sevgi vektorum fərqlidir. Misal çəkirəm, şuur sayı 3 qayğı verir, qayğı gözləyir. Missiya 4 isə misal üçün sənə kimsə qayğı verdisə, sən onun qarşılığında ona bilgi öyrədəcəksən. Missiya 4 yeni bilgiləri ötürəcəksən. Bu sənin sevgi vektorun sayılır. Və yaxud da bir nəfər. Bir dəqiqə, onda məndə fərqli işləyir onda. Səndə ayrıdır sevgi vektoru. Sən öyrənirsən, qayğısına qalırsan insanın, sənin üçün qayğı sevgidir. Hə, elə də. Mənim üçün qayğıma qalmaq, yəni bu okey də tamam var, amma mən şuur sayı 6'lar üçün toxunaqlıq olmasa, təmas olmasa, mən sevgini anlamıram. Və yaxud da 8 üçün sən 8-i qucaqlasan deyəcək mənə niyə qucaqlayırsan ki? Mənə bunu maddi olaraq göstər deyəcək. Elə. Hə, şuur sayı 7-yə sadəcə təriflə, Görmək onu istəyirəm. təsdiqlə, şuur sayı 7'ləri deyəcək ki, sən məni sevirsən. Hər kəsdə fərq. İkilərlə otur danış, başa düş. Deyəcək, məni bu sevir. Aidiyyatı yoxdur bax. Birin dediyini elə, şuur sayı birin dediyini, ona tabe ol, ona qulaq as. Ona ziddiyə getmək yox. Mən deyirəm ki, belə olacaq. Avtomatik olaraq səndən münasibət soyudur. Onun dediyinə tabe olanda deyir məni sevir adam. Nə qəşəngdir. Hər kəsdə 4 mehribandır və mehribançılığı gözləyir. Səndən eyni dürüstlüyü gözləyir. 9 sənə qaçır, kömək eləyir, təşəkkür gözləyir. Təşəkkür eləməyəndə deyir sevmirsən məni. Xidmət gəlib səndən xidmət gözləyir. Və bu ailə analizinə girəndə, yəni biznes ailə sayılır da. Yəni ailədə insan hər şey qaydasındadırsa, biznesi qaydada gedir. Çünki böyük enerji 50%-ə yaxın enerjini biz ailədə itiririk. 50%-ə yaxın enerjini prof orientasiyada itiririk. Yəni peşəkar təyinatda. Çox dəyərli Sağlam Həyat kanalının izləyiciləri, nəhayət ki o gün yetişdi. 30 noyabr 2025-ci ildə Nizami Kinoteatrında bizim ən çox sevilən qonaqlarımızdan İradə İmanova, Vahid Məcidov və Müşfiq Ötkünlə bərabər 4-5 saatlıq bir görüşümüz olacaq. Bu görüşdə istəyərik ki, siz də bizimlə olasınız. Videolarımızda bizi tək qoymadığınız kimi görüşümüzdə də yanımızda olmağınızı istəyirik. Təşəkkür edirəm. Sağ olun. Qulaq as, bəs indi hamı belə deyim də, hamı özün bilirsən də, yəni biznes açmaq qabiliyyətində deyil də. Yəni elə adam var, çox yaxşı bir professional bir işçidir, müəyyən bir şirkətdə işləyir. Bəs ona necə təsir eləyir? Onun hansı xüsusiyyətlərini biz qabağa çəkə bilərik? Birinci növbədə insan öz doğum günü və missiyasına görə prof orientasiyasını bilməlidir ki, mən kiməm, mən nəyi yaxşı bacarıram və bunun üstünə getməlidir.
Məsəl üçün mən 6-yam. Ha. Mən yaradıcılıqda, incəsənətdə, mədəniyyətdə tamamilə özümü orada görürəm. Yəni məni ora qoy, mən orada davamlı olaraq yeniliklər gətirəcəm. Fikirləşəcəm ki, turizm sahəsi olsun. Necə eləyək ki, ölkəyə yeni insanlar gəlsin, daha da çox inkişaf eləsin məsəl üçün. Bu mənim enerjilərimdir. Və yaxud da psixologiya sahəsi olsun. Burada niyə inkişaf gedir? Çünki düşürəm öz sahəmə. Əzbilsən nə fikirləşirəm? İnsanlar fikir versən işlərinə gedirlər, amma xoşbəxt deyillər. Mən hərdən başlayıram fikirləşməyə ki, onlar sanki öz belə istədiklərini, indi sən prof orientasiyada deyirsən, o orientasiyalarını tapa bilmirlər, o olduğu yerdə deyillər. Deyə hətta xoşbəxt də deyillər ona görə. Biz əgər öz prof orientasiyamıza düşdüksə, öz sahəmizə düşdüksə, 50% enerjini qoruyuruq. 50% enerji çox böyükdür. Bu günləri insanlar, indi mən birazdan plakatlar göstərəcəm, orada tamamlayasa, insanlar 90% enerjini sadəcə itirir. Məndə bu yaxınlarda bir case oldu. Xanım gəldi yanıma. Xanım deməli Medstra işləyib, artıq 50 neçə yaşı var. Medstra işləyib uzun bir müddət. Yəni elə başlayandan Medstra olub da, yəni universiteti bitirib, oxuyub, Medstra olaraq başlayıb işləməyə. 33 yaşa qədər normaldır hər şey. Şuur sayı 9-dur. Şuur sayı xidmətdə reallaşır. Xidmət eləyəndə reallaşır. 33 yaşa qədər hər şey normaldır. 33 yaş qüvvəyə minir, 33 yaşı keçir. 36 yaşda başlayır sağlamlıqda problemlər olmağa və niyəsə görə günün birində, yəni 36 yaş ərəfələndə təxminən əməliyyata girir. Əməliyyatda böyrəyinə infeksiya salırlar. İnfeksiya salırlar və infeksiya salandan sonra bu adam böyrəyini götürməli olurlar. Və mən oturub bizim plakatlarda baxıram, gələ sənə birini göstərim burada. Yəqin ki, görsənir. Bu biznes və sağlamlıq plakatıdır. Bunu mən əvvəl göstərmişdim. Sadəcə bunun bir tərəfi var idi, digər tərəfi sonradan artıq əlavə olundu. Bax, bizim bədənimizdə 5 element var. Birinci element efir sayılır. Bu yuxarıdadır. Biz sakit olanda, bax burada yazılıbdır. Biz təəccüb içində olanda, sakit olanda efir açılır. Normada bədəndə 8% efir var. Bu kifayət edir ki, bizə yeni fürsətlər gəlsin. Çünki hər şey, enerjilər yuxarıdan gəlir. Amma bu günləri nə qədər ölkədə insanlar sakitdir və təəccüblənir. Çox az bir faiz, doğru mu? Ona görə də bağlıdır və fürsət gəlmir. İnsanlar bunu anlayamır ki, necə mən sakitləşim, necə səbrə gəlim. Bunu anlamırlar. Səbri dözməklə səhv salırlar. Mən bundan əvvəlki podkastlarımda səbrlə dözməyin fərqi haqqında var. Qəbul eləyə bilmirlər. Digər bir şey bədəndə külək faizidir. Bədəndə 6% külək var. Bu kədəri və qorxunu göstərir. Bizim bədənimizdə bu niyə verilib? Yəni niyə 6% bizə qorxu verilib? Külək olaraq göstərilir bu. Biz əgər qorxmasaq, özümüzü atıb öldürəcəyik hardansa. Bu instinktivdir. Bu instinktivdir, bəli. Normal 6%-dir. Amma biz kədərlənəndə bu faiz artır. Və yaxud da kədəri özümüzdən uzun illər daşıyanda. Bax, kədər küləkdir. Türkiyədə danışıram ki, bəs kədər, deyirlər külək hardadır insan bədəndə? Verirlər ki, deyir külək. Nəfəsdə. Nəfəsdə də ki. Eyni. Nəfəs bizim bədəndə bu küləkdir. 6% bədəndə külək var. İndi bu xanım doğru prof orientasiyaya 33 yaşa qədər düşür, 9-dur. Şuur sayı 9-dur. Missiya 1-dir. Missiya 1 isə deyir, mən idarə eləməliyəm. Mən əmr eləməliyəm ki, məsələn, mən yol göstərməliyəm. Mənə heç kim etsə eləməməlidir. Amma bu sadə bir Medstradır və həkimlər başlayır onu buyurmağa, get onu elə, get bunu elə. Adam deyir, mən hər gün iş edəndə narazı idim. Hər gün işimdən əsəbləşirdim mən. Nəticə etibarilə kədər var axı. Əsəb var, kədər var. Bədəndə normal olaraq alov faizi 4%-dir. Bu normaldır. Bu sevinç hissidir, cəsarətli əsəbdir. Yəni kimsə bizi gələndə itələyək, qoymasınlar, bizi vura bilməsinlər. Alov faizi 4%-dən qalxanda zərbə gəlir böyrəyə və aşağı nahiyələrə. İnsan həddən çox əsəbləşəndə. Bir dəqiqə, bu lap çakralar kimi, amma daha da 5 element üzərindən gedir. 5 element üzərindən gedir, bəli. Bədəndə var sevgi. Bu sud. Bədənin 70%-dir. Yəni bədənimizin 70% sudur. Və mən bundan əvvəlki videolarda davamlı deyirəm ki, yaddaş başda deyil, yaddaş bütün bədəndə yerləşir. Bütün bədəndə yalnız 5 element içində suyun yaddaşı var. Yalnız suyun yaddaşı var. Suya nəsə oxuyub içirik. Doğru mu? Və alimlər bunu sübut eləyir ki, suya pis bir şeylər deyirlər, su qaralır, dəyişir. Doğru mu? Hər birimiz bunu görmüşük. Suya müsbət bir şeylər desən, su çiçəklənir, öz bucaqlarını dəyişir, rəngi şəffaflanır, təmizlənir. İndi fikirləşin ki, 70% bizdədir.
Və su burada dayananda belə, aralıda dayananda belə bizim keçirdiyimiz hissləri burdan hiss eləyir. Yəni biz əsəbləşəndə bu neqativi özündə yadında saxlayır. Titreşimlər vasitəsilə. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçünsə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Əziz, axı bu məsələn əsəbləşmək deyirsən, bu şeylər deyirsən, bu insana məxsus bir şeylərdir. Sən elə bir insan görübsən ki, bunlar yəni olmasın. Razıyam. Yəni razıyam. çox yəni Razıyam. nadir Dünyanın hallarda. yalnız 3% belədir. Və xoşbəxtdirlər. 3%. 3% bunu eləyən insanlar var. Amma xoşbəxtdirlər. Və bizim işimiz o 3%-ə ən azından getməyə başlamaqdır, ən az ora yönəlməkdir. Aha. Və bu biraz çətindir. Çətin Asan deyil, deyil. insan dəyişir. Asan deyil. Yaddaş bədəndə sudadır, doğrumu? Belə çıxır ki, bizim keçirdiyimiz bütün hisslər bütün bədəndə hələ də qalıb, yaddaşdadır. Və nəticə etibarilə əgər su qalırsa, qaralır, neqativ su, doğrumu? Nəticədə nə edir? Başlayır bədən öz-özünü zəhərləməyə, intoksikasiya getməyə. Bunu hətta mən belə göstərə bilərəm. Bizim mənfi enerjilər və müsbət enerjilərimiz var. Mən bunu həmişə deyəndə bunu tam anlamırdım. Yəni bizim bədənimizdə 2 canavar var da, deyir, hansı canavarı yedizdirsən, o da sənə dəstək olacaq və yaxud da səni dağıdacaq. Bu elə yaranmışıq ki, bizim 2 dənə enerjimiz var. Mənfi enerjilər bir tərəfdə. Qab düşün burada. Bir tərəfdə mənfi enerjilərdir, bir tərəfdə müsbət enerjilərdir. Biz həddən çox kədər, əsəb, qorxu və depressiya olanda bu qab başlayır dolmağa. Dolandan sonra daşır. Dolandan sonra daşanda neytral idarə ediciyə, yəni mədəyə düşür. Neytral idarə edici siqnal verir iradəyə, yəni qəlbə. İradə əmr eləyir ağla ki, dağıt bunu. Və sən orada artıq dağılırsan, xəstəliyi tapırsan. İnsanlar sağlam gəlirdi, amma niyəsə görə 40, 45, 50 yaşında xəstələndilər və ciddi xəstəliklər gəlir. Durduq yerə niyəsə görə kiməsə narkoz artıq eləyirlər hansısa əməliyyatda, kiməsə görə infeksiya salırlar. Son vaxtlarda hətta statistika ürəkdən, yəni baya çoxdur. Niyə? Çox, bax, ürəyi rəhmətə gedənlər var. Külək faizi bax düz göstərir ki, ürəyin üstündədir. Yəni külək daha çox burdadır, ciyərlərdədir və ürəkdədir. Külək bizə verirdi kədər. Kədər. Bir yasda hamı valeriyan içir. Yəni dərman içir ki, kədərlənməsin. Ürəkləri hamının ağrıyır, hamımızın. Çünki çox ağlayırıq. Əslində ağlamaq yaxşıdır. İçindəki su vasitəsilə bütün kədəri atırsan yenə, qalmır bədəndə. Bunu atırsan. Amma bunu davam elətdirəndə gəlir yaranır xəstəliklər. Xəstəliklər də hər şüur sayına görə fərqlidir. Və həmin xanım şüur sayı 9 idi. Dedim bir baxaq görək sizdə hansı xəstəliklər var. Şüur sayı 9, ekzema, qan və infeksiyalar. Yəni xanım zaten durduğu yerə əməliyyatda, əməliyyat normal keçməkdir, amma böyrəyinə infeksiya salır. Və nəticədə böyrəyin biri getdi. Öyle. Və xanım 20 ildir bir tək böyrəklə yaşayır. Və hələ də bu narahatçılıqlar var ki, mən niyə həkim deyiləm? Missiya birdir. Yəni bu zaman insanın 2 variantı var. İnsan ya kədəri qəbul eləməlidir ki, bunun necəsə bir düzəlişi olacaq. Yəni bunu davam elətdirirsə xəstəliyə gəlir. İndi digər bir mövzunu misal çəkim. Kök olan insanlarla bağlı deyəcəm. Hə, bu maraqlı mövzudur. Çoxunu maraqlı. Kəmal bəy danışmışdı, amma mən biraz daha da deyəcəm. Qəşəng ətraflı danışmışdı. Hamısını izah eləmişdi. Birilən məlumatım var. Deməli baxın, bədəndə 6% külək var. Düzdürmü? Külək. Bax burdadır. Bu normaldır. Amma biz uzun müddət kədərlənəndə, qorxanda nədənsə, bu külək faizi bədəndə artır. Yəni olur 16%, 20%, 25%. Nəticədə külək nədir? Hava. Bədən başlayır işməyə.
Neynəsən də arıqlaya bilmirsən. Hmm. Çünki o yağ deyil, o bədəndə hər hansısa su deyil, havadır. İnsan bunu bədəndən çıxartmağı öyrənməlidir sadəcə olaraq. Bu havanı əvvəlki vəziyyətinə qaytarmağı, birinci kədəri buraxmağı öyrənməlidir. Bunu insanlar bacarmır ki, seansda bunu göstərir ki, necə eləsinlər. Konkret texnikalar var və buraxmağı öyrənəndən sonra insan başlayır arıqlamağa. Amma kədəri buraxmayana qədər, burada hələ də ilişib qalanda heç cürə təsir eləmir. Yəni sən nə qədər arıqlayırsan, arıqla, illa ki təzədən kökələcəksən. Adam var deyir ki, bir dənə belə tikə çörək yedim, şişdim oldum bu boyda. Kədər deyəndə biz belə yemək yemirik də, kədər yeyirik də faktiki olaraq da. Kədər əslində kədərlə doldururuq da onu. Doldururuq. Yeməyi ona görə şey eləyir ki, yeyək. Çox yeyək. Da o bastıraq onu, o hissi, amma qəbul eləməyə heç kim fikirləşmir. Necə eləyəcəyini bilmir daha doğrusu. Bax bir digər plakat göstərim. Bu bizim enerji plakatıdır. Burada əvvəllər çakra var idi. Sadəcə indi Südçay biznesə keçib deyə tamamilə ezoterikanı çıxartmışıq. Dünyanın yatmış kundalini dediyimiz bir şey var. Bu kök çakrada enerji olanda. İnsan hamı yatmış kundalinidədir və bu insan ağıl proqramında qərar verir. Yəni atdadır. Baba burdadır. Ağıl proqramıdır. Burada emosiyalar var. Bütün əsəb, kədər, qorxu, depressiya hamısı ağıl proqramı. İnsanlar deyir ağılla qərar ver. Bu səhvdir. Ağılla qərar vermək səhvdir. Dərk edib qərar verməlisən, dərrakədə olmalısan. Ağılla qərarın yarısı emosiyadır. Çünki sənin orada istəyirəm var, xoşdur, istəyirəm, xoş deyil, istəmirəm var. İstəmirsənsə əsəbləşsən, sən istədiyi əlindən aldılarsa əsəbləşirsən. Yenə emosiya girdin içinə və sən burada verdiyin qərar səhv ola bilər. Amma biz dərk edib qərar versək ki, əslində dərk edib verdiyimiz qərar daha ən doğru qərardır. İnsanların böyük bir qismi bax ağılla qərar verir. Böhran yaşayır, pulda böhran yaşayır. Bu nə qədər insan pulda böhran yaşayır. Ağılla qərar verir, pulda böhran yaşayır. Niyə ağılın tərkibində nəfs var axı? Ağıl şuur altında yerləşir. Şuuraltı bir ofisdir. Daha doğrusu şuuraltı bir ofisdə hansı ki orada ağıl işləyir, orada nəfs işləyir. Belə fərz eləyək. Bir ofisin içindədir hamısı. Yaddaş ordadır, analiz ordadır. Hamısı hərəsi bir yerdə dayanıb oturublar. Emosiyalar oradan başlayır gəlməyə. Ağıl da ordadır. Ağıl ordadır deyə istər-istəməz nəfsə bulaşır. Yəni şuur sayı üçün nəfsi nə istəyir? Öyrənmək və öyrətmək istəyir davamlı olaraq. Ədalət tələb eləyirsən, haqq tələb eləyirsən, doğrumu? Ağıl bunu götürür ki, haqsızlıq elədilər. Buna artıq pulunu kəsin. Pulunu kəsin. Düz deyirsən ki, bu adam az işləyib, buna az ver. Çox işləyib, çox ver. Haqqa görə bölməyə başlayırsan insanları. Biz böləndə 50% enerji itiririk. Yəni bu gün nə qədər qazanırsansa Fuad, onu 2-yə vur. Çünki itirirsən bunu. Avtomatik bölürük. Şuur sayı üçün nəyə bölür? Ağıllı və ağılsızlara. O Jant Kaşamşov qəşəng demiş ki, hamını ağıllı olaraq qəbul elə. Elə də qəşəng. Hamını qəbul elə. Və bunu eləmək bizə çətin. Çünki nəfs davamlı olaraq bizi buradan çıxardır. Ağılla qərar veririksə biz elə bilirik ki, bu bizik və bu düzdəstə nəfsin istəklərinə görə qərar veririk. Və biz ağıl proqramında olanda biz dağılırıq. Bizim işimiz dərrakə proqramına keçməkdir, amma bunun yolu biraz asan deyil, yəni. Biraz çətindir. İndi bir digər plakat göstərəcəm. Bir dənə bu enerji məsələsini izah edeyim. Hər birimizin enerjisi kök çakradan başlayır və başa qalxır. Mən davamlı olaraq efirlərdə deyirəm ki, enerjini başa qaldırmaq lazımdır. Enerjini başa qaldıran vasitələr var, amma bunu əsas bu deyil sən demə. Əsas hamı yəni enerjini başa qaldıra bilər. Amma enerjini qoruyub saxlamaq daha çətindir və artırmaq onu, çoxaltmaq bu lap çətindir. Yox, həm də ki, bir dənə məsələ var. Enerjini qaldırmaqda mən də indi başqa bir təlimlə enerjini əgər sən qaldırırsansa və sənin bədənin, beynin, ruhun ona hazır deyilsə, sən yəni onu təbii ki, onu saxlaya bilməyəcəksən. Yəni 100 qaldır onu. Doğru. Yəni Südçay deyir ki, enerji başa qalxırsa, 5 duyğu orqanı açılır, insan daha yaxşı eşidir, daha yaxşı görür, daha yaxşı iyi bilir, dad bilir və toxunma qabiliyyəti açılır. Yəni sən dünyanı rahat qəbul edə bilirsən. Amma bu gün hər kəsin nəfsi almaq istəyir. Hər kəsin nəfsi çıxar, fayda və rahatlıq istəyir. Hamıda bu belədir və bütün dünyada olan münasibətlər, dostluqlar, əlaqələr hamısı bunun üstündə qurulur. Edilən bütün addımlar çıxarı almaq üçündür. Hamı deyəcək, yox, mən mənfəəti fikirləşmirəm. Məsələn, şuur sahibçilər deyəcək ki, yox, nə danışırsan? Mənfəət önəmli deyil. Yeddilər deyəcək ki, dostluq önəmlidir. Şuur sahibi yeddilər. Amma dərindən baxdığın zaman orada belə bu faydadır da, yəni insanla ünsiyyətli ikinci kompetensiyanı almaq istəyir. Danışıqda məni başa düşsün deyir. 7 ona görə deyir ki, məni tərifləsinlər. Mən dostam, hörmət qoyuram sənə.
Bizdə koçluq da Mən var. edirəm, mən deyəsən. Hörmətlə göstərir. Bu hörmət sözü, dostluq, bu birlər və dördlər tərəfindən yaradılıb. Bizdən birlər və yeddilər tərəfindən yaradılıb. Buna onlardan başqa biz anlamırıq ki, bu necə olan bir şeydir. Həqiqətən elə deyir. Yadıma düşüründür. Çünki şuur sayı zəng eləyir, təbrik eləyirsə səni və səndən bunu gözləyir. Sən bunu eləməyəndə səndən küsdürsən. Gözləntisi var. Səndən gözlənti mənə şey eləyir ki, mən bunu unudum. Necəsə baş verir, mən onu həmin vaxt unuduram, səhər gün yadıma düşür. Adam artıq məndən küsüb. Mən zəngimi açmır. Nəticə etibarilə bəlkə də mənim ona yaxşı bir təklifim var idi. Getdi o təklif. Başqasına verəcəm. Bu adi mənim üzərimdə əsas, amma bu çox insanda belədir. Görmüşəm mən sən deyəndə mən yadıma düşdü birlə yetdilərin məsələləri həqiqətən həyatımda yəni var. yəni hiss eləmişəm onları. Bir çox bu böhrana düşəndən sonrakı daha dib bir vəziyyət nəfsin heç nəyə heyrətlənməməsidir. Bu biraz təhlükəli vəziyyətdir. Əslində əsas şeylərdən biridir belə baxanda. Çox vacibdir. Hə. Çox vacib. Möhtəşəm bir şeydir. Əslində bu çox çətindir də, hə, bu düşmək onu. Dərk eləmək çətindir əslində. Və burada iki variant var. Biri var ki, təəccüblənirsən, sakit olursan. Bir də var ki, nəfs heç nəyə heyrətlənmir. Sən nə isə istəyirdin, alınmadı, arzun öldü. Arzu ölməyi çox çətindir, çünki insan heç nə eləmək istəmir artıq. Enerjisi 10%-dən aşağı düşür, özünə qəsd eləyə bilər. Sayılır nəfs heç nəyə heyrətlənmir. Var nəfs əziyyət çəkir. Sən istəyirsən, amma ala bilmirsən. Bunu istəsən, ala bilmirsən. Bu zaman enerji itirirsən. Deməli, nəyisə, hansısa ya şəxsi kompetensiyalarında problem var, ya biznesdirsə professional kompetensiyalarda problem var ki, sən nəyisə doğru strukturdan qurmamısan. Bu alınmır. Digər bir tərəfdə sənin enerjin çatmır. Mən həmişə belə izah edirəm. Enerji pulla düz mütənasibdir. Enerjin artırsa, sənə çoxlu pul gəlir. Enerjin azalırsa, səndən pul çıxır. Yəni bu həmişə belədir və hər kəs də belə işləyir. Ağıl proqramı bizi həmişə olaraq salır 80%-in içinə, qaytarır nəfsə. İndi o plakatda göstərəcəm, izah edəcəm. Bizim işimiz enerjini artırmaqdır birinci növbədə. Ən azı insan nəfs heyrətlənmirə düşübsə, sadəcə yaşama moduna keçsin. Sadəcə yaşasın. Bundan sonra artıq yenə də sadəcə yaşasa belə yenə ağıl proqramında olur. Misal üçün, bu insanlar nəsə bir hərəkət elədilər, biraz pul qazandılar, enerjilər artdı. Bax burada ox işarələri göstərir. Enerji qalxdı yuxarı, pul artdı. Sonra nə ilənsə razılaşmadı, nəsə istədiyi kimi olmadı, enerji qayıtdı geri. Pul itirdi. Yenə böhrana. Və bu təbəqədən çıxmaq çox çətindir. Amma mümkündür. Digər bu çox çətin demək mümkündür. Bundan sonrakı gələn ərəfə yenə də insan artıq bilgini istifadə eləyir müəyyən qədər. Ağıl, incə intellekt işləyir, artıq analiz qoşuldu işə. Yəni sən nəsə bir şey olanda analiz eləyə bilirsən. Bu sayılır incə intellekt. Və yalnız incə intellekt vasitəsilə dərrakəyə keçə bilərsən. Soyuq olduğun zaman, soyuq qərarlar verə biləndə. Çünki bunu isə insanlar öz nəfs vektorunu tuta bilmirlər. Mən istəyirəm ki, həmişə belə olsun. Morali görmürlər ki, missiyaya görə nədir? Yəni hisslərinlə qərar vermirsən də belə deyim. Soyuq qərar verirsən, obyektiv qərar verməyi öyrənirsən. İnsanlar bunu anlamır. Və nəticə etibarilə bundan artıq bir tık sonra əziz, bax məsəl üçün sən çox gözəl deyirsən, məsəl üçün insanların bu yolu da belə olmalıdır, amma bir xüsusiyyət var ki, insanın əhval-ruhiyyəsi bir dəqiqənin içində dəyişə bilər. Yəni müxtəlif xüsusiyyətlər ola bilər, müxtəlif şeylər ola bilər. Birdən-birə işləyirdin, indi gedib oturub dincəlmək istəyirsən, nə bilim oturub kompüterin arxasında oynamaq istəyirsən və yaxud da başqa bir oturub kinoya baxmaq istəyirsən. Yəni o dəyişir. Tam dəyişəndir. İnsan daima dəyişir. Bir formula var ona şey eləməyə. Uğurun formulu deyilən bir şey var. Elə bunun üstünə gəlirdi. Enerji artanda bizim növbəti mərhələ uğurun formuludur. Və bu uğurun formulu əslində çıxış yoldur və məhz uğurun və xoşbəxtliyin formulu deyilən bir şey var süd sayda. Yalnız bu süd sayı numerologiyadan fərqləndirir. Yəni numerologiyada var, amma numerologiya sadəcə deyir ki, sən 4sən misal üçün, missiya 4-dür və sən beləsən. Tamam, mən necə düzəldim bunu? Necə idarə eləyim? Nələri eləməliyəm? Yəni sadəcə insanın buranı idarə eləməyi mən deyirəm tək seansdan həll eləyirəm. İzah edirəm ki, nə etməlisən? Qəbul eləmədiyi tərəflərdir falan hamısını qəbul eləyir və adam mənim seansımdan sonra xoşbəxt çıxır gedir evə. Beyin sakitləşir. Amma davamlı olaraq nəfs onu geri qaytarır. Mən onlara həmişə hər kəsə tövsiyə edirəm ki, videolara davamlı baxın. Rus dilini bilirsiniz, rusca yazan süd sayı baxın. Vacib deyil məndə. Bu gün Azərbaycanda artıq masterlərimizin sayı da artıb ki, mənim enerjim qalxdıqca bu günlər Azərbaycanda 38 master var. Master süd sayı var.
Yeni son şeydə mən sentyabrda getmişdim. Artıq trenerliyi ilə bağlı getmişdim. Mənlə paralel 8 master var idi, yeni. İkisi artıq professional masterdir, 5-i belə 6-sı da yeni masterdir. Sırf Azərbaycandan və gedən adamlarda hərəsi bir peşədədirlər. Biri biznesmendir, biri laqafetdir. Biri sadəcə olaraq missiya 2 idi. Mən dirəşdim ki, sən gedib bunu oxu. Bu sahə tam səndir. Çünki missiya 2 mentorluqdur. Kimlənsə belə oturub danışmalıdır. Qadın indi o qədər xoşbəxtdir. İnsan öz sahəsinə düşəndə xoşbəxt olmağa başlayır. Qabında olur da. Hə, məsəl üçün sən 3-4sən, sən prof-orientasiyan, analitik marketoloqsan sən. Analitik marketoloqsan. Yəni analiz edib bazara bir marketinq ideyası, məhsulu verə bilərsən və yaxud da onun satışına tövsiyə verə bilərsən. Janatla da danışır, Janat da həmin şeyə. Eyni şey demişdi, doğru mu? Hə, eyni şey dedim mənə. Analitik marketoloq. Əslində o sən onda hələ getməmişdin, mən səhv eləmirəmsə, ondan mən soruşdum. Hansı ki suallarımı soruşmuşdum səndən əksəriyyətini, amma orada ilişib qalmışdım da ki, yəni necə dəyişir də, yəni fərqi nədir axı bunun? Bu da 4, o da 4, bunun fərqi nədir? O da çox qəşəng izah eləmişdi. Əslində kanalımızda var. İzləyicilər də mütləq şəkildə, mütləq. Çox maraqlıdır. Janat Kajamjarova baxın, bu elmi, yəni burada gördüyünüz bütün plakatları yaradan insandır. Yəni bu Janat Kajamjarova qədər bunlar olmayıb. Janat Kajamjarova qədər mən bilməmişəm ki, şuur altında nə var, nə yoxdur. Sən bilirdin, yox. Nə var Amma ki, şuur altında var incə intellekt. Şuur altı bir ofisdə dediyim kimi var yaddaş, var nəfs, var həzlər, var ağıl, var emosiyalar. Bunlar hamısı şuur altında cəmlənir. Şuurda isə başqa şeylər var. Şuurda var şəxsiyyət, yəni sənin ruhun nə istəyir. Şuur bax fayton tərəfdir. Elə şuura keçə bilmirik də. Biz şuura keçə bilmirik. Məlumat gəlir, onu belə paketləyirik, atırıq ki, hə, bunun qaydası belədir. İnanclar formalaşır. Hər bir missiyaya şuur sayına görə inanclar oturur və inanclarla insan başlayır inanır ki, belə olmalı. Problem ordadır, yəni. Sadəcə olaraq tam da onu yığışdırmaq olmur şuur altına. Mümkün deyil, 95%-dir. Hə, yığışdırmaq olmur. Biz nəfsin çünki bədən avtomatlaşdırmaq istəyir hər şeyi. Bu şuuraltıya atanda avtomatlaşdırmaq istəyir. Nəsə bir şey görür ki, məsəl üçün yolu keçəndə, piyada keçəndə dayanıb sonra keçmək lazım. Bu qaydadır. Atdı onu şuuraltıya. Doğru, inanc İkinci dəfə formalaşır. şuuraltı sadəcə olaraq avtomatik keçir. Heç bilmirəm, mən bura necə gəldim, çıxdım. Doğru. Belə bir sual verir. Və indi düşün ki, insanlar verdiyi qərarlar da belə verirlər. Nə vaxtsa, nədəsə uğursuz olubsa, elə fikirləşir 3-cü, 4-cü dəfə yenə eyni şey olacaq. Məsəl üçün şuurla verə bilər onu? Şuurla verə bilər. Analiz eləsə, verəcək. Analiz eləyə bilmir insanların böyük bir qismi. Əslində çıxarır bir təklifdir, misal üçün. Amma eləyə bilmir. Və qorxur yenə. Nə olur? Bədəndə 6% külək faizi artır. Okay. Qorxu icazə vermir. Mən oturub özümdə analiz elədim, bir video çəkdim bu yaxınlarda. Bizim uğurumuzun qarşısını alan nədir? Ən vacib, ən şeylərdən biri qorxudur. Qorxu oyun yanıma bir seansa bir xanım gəldi. Şuur sayı 3, missiyası 4 idi səhv eləmirəmsə, eyni sənin kimi. Xanım danışmağa qorxur. Niyə danışmağa qorxur? Çox maraqlıdır. Birdən məni tupoy görərlər. Səhv eləyərəm. Səhv eləyərəm, mənə tupoy deyərlər. Burada qınamadan qorxur. İnsanların düşüncələrindən qorxur. Bir dəfə də olmuşdu, bir rus dilli xanım idi. Azərbaycanca danışmağa qorxurdu. Anası ilə bir yerdə gəlmişdilər. Mən sual verdim ki, bəs niyə danışmırsan? Gördüm qız ağlayır, sonra da anası ağlayır. Deyirəm, niyə ağlayırsınız da? Yəni, deyir, mən danışmaqdan çəkinirəm. İllüziyadır. Deyirəm, danışanda nə olur? Mənlə danışırsan da Azərbaycanca. Kurqda danışanda nə olacaq? Ətrafda. Əslində əziz, bir dənə situasiya var. Mənim bu verilişlər bizdə başlayanda çəkilməyə, məndə özümdə bir xüsusiyyət var idi. Mən özüm eyni qaydada, mən özüm deyirdim ki, birdən çıxaram, nəsə deyərəm. Deyərlər ki, bu nədir? Oturub orada, başı çıxmır heç nədən. Oturub orada danışır. Amma yəni bir müddət sonra çıxanda gördüm ki, o məndə rahatdır. Rahat gedir, söhbət gedir, alınır. Çox qəşəng. Yəni ki, ona görə o şeyi özümdə keçdim ki, ayda deməli belə deyil bu. Beynimdə bir o şablon var. O şablon sındı da sanki. Yəni bir verilişdə sadəcə olaraq çıxdım, danışdım, gördüm, yox, mən danışa bilərəm. Sən demə. Hə, bir dəfədir. Bax, bunun sənin indi bədəndə külək faizi var, düzdürmü? Külək nədir? Kədərdir, qorxudur. Mən qorxuram nə hiss eləməyə, qorxuram məsəl üçün kimsə qorxur işdən çıxmağa, addım atmağa. Nə çatmır? Cəsarət. Amma bədəndə cəsarət də var, amma az faizdir cəsarət. Cəsarət burdadır. Bizdə var idi. 4%dir cəsarət. Bax, burdadır cəsarət. 4% cəsarət alovdur. Bunu deməli biz kədəri cəsarətlə söndürə bilirik. Alovu hərəkət eləyən, daha doğrusu küləyi
hərəkət eləyən alovla söndürürük. Yəni cəsarətli insan olanda kədər də gedir, qorxu da dayanır. Sən cəsarətli oldun, bir dəfə çıxdın. Və yaxud da mən də vaxtı ikən cəsarətli olub bura çıxdım. Halbuki o vaxt bilgim çox az idi. Bu qədər dərinləri bilmirdim, amma cəsarətli kifayət qədər idi əslində. Yəni deyirsən az idi amma kifayət qədər. İndikə nisbətdə yəni. Yox, əlbəttə ki, fərq eləyir. Mən məsəl üçün bizim masterlərimiz var. Baxıram, cəsarətləri çatmır ki, çıxıb master klass versinlər. Danışsınlar. Yəni adi öz şuur sayından danış. Yenə qorxur. Əslində bir dənə məsələ var. Mən risk eləmək mənə də bir məxsus şey deyil. Mən 100 dəfə fikirləşmişəm, amma son vaxtlar bilirsən nəyə yoxlayıram? Spontan olaraq prosta risk eləyirəm. Görürəm ki, yəni sən demə belə deyil də, yəni qaydaları mən özüm beynimdə qurmuşam ki, belə olmalıdır. Hardan gələm? O inanclardır da. İnanclardır. Bir də burada ad enerjisinin təsiri var. Yəni biz əvvəllər buna çox toxunmurduq. Ad enerjisi nəyə nəzərdə tutursan? Sən məsəl üçün Fuad adı 1 hesablanır da, düzdürmü? Biz yuxudan duran kimi o hesablama qaydası var. Hər bir hərfin rəqəm qarşılığı var. Numerologiya kimi deyil, yenə süd sayın öz dəsti xətti var. Fuad enerjisi 1-dir. Yəni sən yuxudan duranda birinci ağlıva 1-in enerjisi gəlir. Yəni populyar olmaq. Əslində sənin bura ilk addım atmağa, populyar olmağa ad enerjisi sövq eləyir. Adın başqa bir şey olsaydı, burada çətinlik çəkəcəkdin. Elə. Yəni düşün, indi bax göstərim. Şuur sayın 3-dür. Şuur sayı 3-dür. Oy, bir dənə sistemdə. Şuur sayın 3-dür, ad enerjin 1-dir. 3 nə istəyir? Öyrənmək və öyrətmək ki, populyar olsun. Burada ad enerjisi gir devrəyə. Yəni sən istəyirsən ki, öyrənəsən və öyrədəsən ki, populyar olasan. Populyar olmaq üçün bunu istəyirsən. İndi məndə çox maraqlıdır. Mənim adım 7-dir. 7 adım ümumiyyətlə yaxşı deyil, prosta dəyişə bilmirik də, heç cürə qalıb. Yeni qanun da tətbiq edildilər ki, ad dəyişmək ümumiyyətlə olmaz. Olmaz. Yenilikcə oldu ki, yəni sən əgər adın stəkan deyilsə, adını dəyişə bilmərsən. Əzizdirsə, normal adlısa dəyişə bilmirsən də, yəni köklü bir imtina eləyim, nə edeyim bilmirəm ki, bu adı dəyişə bilim. Adım 7-dir. Mən şuur sayı 6-yam. Mən istəyirəm ki, komfort olsun mənə, amma buna krizis vasitəsilə gedirəm. Və özümdən asılı olmadan biliyorsan nəsə eləyirəm, həmin vaxt analiz işləmir deməli, bu davamlı işləyir axı, çünki ad enerjisi davamlıdır. Yazılan, Janat Karamjarov deyir ki, Südsay deyir ki, yazdığımız, düşündüyümüz, danışdığımız və ehtimal etdiyimiz hər şey reallaşır. İnsanlar qorxur ki, alınmaz, ehtimaldır, alınmayacaq. Ehtimal eləsən ki, alınacaq. Əziz, bir dənə məsələ var, onu toxunmaq istəyirəm. Bax, sən ad məsələsinə dedin də. Bax, biz o adı almışıqsa da, yəni. Veriblər, qoyublar bizə. Qoyublar. Okay. Belə bir adı qoyublar bizə. Yəni biz faktiki olaraq ondan gəlmişiksə, bəlkə onun bir taleyh yükü var da üzərimizdə. Hansı ki onu məsələn bu dərsi belə keçməliyik. Biz niyə onu yəni şey eləməyə, o sistemdə nəsə şey axtarırıq, variantlar axtarırıq. Yəni hər kəs axı rahat yaşamaq istəyir. Bir adı o qədər də yəni yaxşı addır, bir enerjisi. Hər kəs yaxşı deməzdən hər kəs xoşbəxt yaşamaq istəyir. Xoşbəxt yaşamaq, rahat və xoşbəxt sayılır, doğru? İndi mən 6 olduğum üçün rahat deyirəm də. Mənim üçün rahatlıq xoşbəxtlik də. Elə də. Rahat və pulun olması 6 üçün xoşbəxtlikdir, şuur sayı 6-larda. Hər kəsdə başqadır. Mən yəni hamı xoşbəxt olmaq istəyir. Ona görə də rahat bir yolunu tapır ki, bunu belə eləsəm olacam. Həqiqətən də olurlar. Prosta bizdə yoxdur. Əfsus olsun ki, bəlkə gələcəyində qüvvəyə minər. Çünki mən Qazaxıstanda maraqlanıram. Bir nəfər şahidlə gedirsən, şahid sənə şey olur, mən adımı dəyişirəm, bir hərf əlavə eləyirlər sadəcə. Hərf əlavə eləyirlər. Sənədlərdə dəyişdin, yüksək obyektiv reallıq sayılır sənədlər. 3 reallıq var. Obyektiv reallıq, daha doğrusu subyektiv reallıq, obyektiv reallıq və yüksək obyektiv reallıq. Bura qanunlardır, yazılı hər şeydir, tarixlərdir. Bax, bizneslərin batmağının böyük səbəbi səhv tarixdə açılmasıdır. Düşər düşməz deyilən bir şey var ha. Bax, o düşər düşməz səhv tarixdir. Deyim deyil, səhv tarixdə açılsa biznes batır. Doğru tarixdə açılmasa çətin olur. Yəni bax, bunu alıram misal üçün mən. Və yaxud da bu planşeti alıram. Bu planşeti aldığım tarix əgər enerji olaraq 7-dirsə, gün olaraq deyil, onun hesablama qaydası var. 7-dirsə, o zaman bu davamlı olaraq gah xarab olacaq, gah üstünə ləkə düşəcək, gah yəni krizisli yol keçəcək bu planşet. Əgər 9-dursa sıfırlanacaq, günün birində başını qoyacaq yerə. Əgər 6-dırsa, mənə investisiya gətirmə ehtimalı var. Elə.
Yəni adi əşya daşıyan və yaxud da divan alırsan, onu sən uzun müddət xidmət eləməyini istəyirsən. Tez cırılmasın, xarab olmasın, hə? Niyəsə görə doğru tarixdə alanda onun üstünə heç kim çay dağıtmır. Elə olmur ki, üstünə ləkə getməsin. İndi isə bunu biznesə daşıyanda, bu biznesdə mən öz şirkətimi açanda, yəni hər şeyə nöqtə vergüünə qədər fikir verdim. Hər şeyə nöqtə və adın hesablanması, şirkətimin adının nə olması, hesablanması, doğru tarixdə açılması, loqosu, loqonun rəngi. Bunlar amma üçüncü tərəfdir. Yəni bunlar hamısı təsir edir. Bunlar hamısı təsir edir və üçüncü tərəfdir. Buna qədər birinci və ikinci tərəflər var. Bir, insanın öz enerjisinin idarəsidir. İki, professional kompetensiyalardır və analizdir. Bu üçüncüdür. Aha. Yəni buna qədər zaten var. Yaxşı, onlar dediyin nəyi inkişaf elətdirirsən də, birinci, ikinci? Birinci enerji. Əgər mənim enerjim yerlərdədirsə, əgər mən enerjini hər gün itirirəmsə, əgər mən, yəni o bayaq göstərdiyim kimi yatmış kundalinidəyəmsə, nə qədər çabalasam da, nə qədər reklam versəm də heç kim gəlmir. Hə, bildim. İnsan tərəfdə özünün şəxsi inkişafın yoxdur. Şəxsi inkişafın başıdır. Hə, şəxsi inkişafın. Yoludur. Digər tərəf, bunu düzəldəndən sonra professional bacarıqlar olmalıdır. Professional kompetensiya insanda olmalıdır. Sən strategiyanı bilməsən, bizneslə məşğulsan, boyuncaq deyil. Çünki bu sonunda sən bata da bilərsən. Elədir. Sən bunları özündə inkişaf elətdirməlisən və bu günləri bütün şəxsi inkişaf 9 kompetensiya üstündə qurulub. İnsanlar liderliyi öyrədirlər, dərslər var. Psixologiyadır 2, insanları necə başa düşək, ünsiyyət diplomatiyaya gedək. Analitika dərsləri var, 3-dür bu. 4 hədəf qoyma, marketinq dərsləri var, mediadır. Varmı? 5 sosiallaşma, özünü göstərmə, kamera önündə danışma, təlim vermədir. 6 sevgidir. Sevgiyə dair olan bütün kompetensiyalardır. İşləri sonlandırmadır. Doğum tarixində 6 olmayan adamlar işi sonlandıramır, yarımçıq buraxır. 7 enerjinin özüdür. Bu yoqadır, disiplindir, bütün bunlardır. 8 işləməkdir, puldur, artıq qazanmaqdır, fiziki olaraq işləmək burdadır. Biz hamımız elə bilirik ki, mən bir dənə işləyəcəm, ancaq çabalayacağam, pul gələcək. Və bu biri 9-u, 8-i. Bu biridir. Ona görə də bu bir kompetensiyaları inkişaf elətdirmək lazımdır təbii ki. Və 9 sağlamlıqdır. Əslində mən deyim ki, bizneslərin əksəriyyəti də sən dediyin kompetensiyaların üzərində olur. Mən ən məşhur bizneslər onun kompetensiyalarının üzərindədir. İndi mən düşün ki, mənim biznesdə, yəni buna qədər biznesdə bir təcrübəm yoxdur. Amma bu gün mən biznesi istehsalatını analiz edə bilirəm, xidməti analiz edə bilirəm, ticarəti analiz edə bilirəm, təhsili analiz edə bilirəm. Amma mənim burada təcrübəm yoxdur. Yəni mən onlarda işləməsəm belə bir istehsalat olsun, qab istehsalatı, şampun istehsalatı. Mən ora süd-çay bilgiləri ilə girib nə çatır, nə çatmırdan, hansı işçi harda olmalıya qədər hamısını göstərə bilirəm. Yəni süd-çayı tam bitirməyin bu şeydir, nəticəsidir. Tam oxuyub qurtarmaq. Gözlə bir dəqiqə. İndi sən hal-hazırda bunu belə deyim də praktik istifadə edirsən. Praktik istifadədə eləyirəm. Düşün bir mebel sexi gəldi, koçluğa başladıq oyla. Bu arada koçluq yeni proqramdır. Bundan əvvəl demişdim, amma bunları bitirəndən sonra tam da düzəldi koçluq proqramı. 8 dərsdən ibarətdir. 35 günə sıxmışam, yəni daha praktik və intensiv keçir ki, adam tez dəyişir. 35 gün istəyən olsa bunu 2 aya qədər uzatmaq olurdu. Adam var deyir ki, məndən biraz da işdə davam eləyək. Deməli bir nəfər gəldi, mebel sexidir. Mebel sexlərinin belə bir problemi var. Mebel sexlərində istehsalatda doğru hesablamanı zəif bacarırlar. Konstruksiyadır, yəni divara uyğunlaşmasıdır, burada nə qədər taxta gedəcək, nə qədəri ziyan olacaq, bu ziyanı hara eləsinlər, bunu yenidən istehsal eləyə bilmirlər. Və bunu orada bacaran bir adam var idi. Böyük sexdə ustaları var, yəni ona yaxın ustası var, işləyirlər, hamısı düzəldirlər. Usta da sənin verdiyin çertyoju kəsir verir. Və digər bir ustalar var ki, onu divara uyğunlaşdırır. İzah edə bildim. Baxdım, total adamın 33 işçisi var. Rəqəmlərə baxdım ki, bəzi bir dənə sırf konstruktor düz idi. Yəni iminlə olduğu yerdə idi deyə biznes inkişaf eləyirdi. Amma yenə də bu adam doğru hesablan, bəzən elə olurdu ki, istehsalat səhv gedirdi, ustalarda problem var idi. İstehsalat səhv gedirdi. Bir misal üçün də mebel yığılacaq, kuxna mətbəx mebeli yığılacaq və bu 4 dəfə istehsalat girdi, çıxdı, hər dəfə material gedir axı. Adam deyir ki, mən 200 minlik dövr eləmişəm. Hanı pulu? Yox, xeyir yoxdur. Hanı ortada, niyə ancaq elə şeyə gedir? Niyə? Çünki doğru hesablama deyil. Oturduq hesabladıq. Yəni mən indi şeylərə görə sağlıq, qiymətlərin təyini oldu. Missiya 7-dir deməli oğlan. Hamısını baha satır. Missiya 7 birbaşa olaraq ekskluziv satmaq istəyir. Bahalı, brend, ən yuxarı. Öz subyektivinə görə. Sən misal üçün elə satmarsan.
Sən elə eləyərsən ki, aşağı təbəqənin insanları da onu ala bilsin. Bu elə eləyib ki, aşağı təbəqənin insanları olan ala bilsin. Əslində sən deyəndə mən bir dənə məsələ yadıma düşdü də. Yəni biz bu 30 noyabrda indi təlim olacaqdı Nizami Kinoteatrında. Orada biletləri bölmüşük. Biletləri deməli 40 manatdan 90 manata qoymuşam ki, hər bir kəs yəni imkan daxilində gəlib iştirak edə bilsin. Hamını fikirləşirsən. Hə də yəni fikirləşmişəm. Onu deyəndə o yadıma düşdü. Dedim həqiqətən nəsə var. İndi fikirləş ki, orada olsaydı missiya 6 və yaxud da missiya 7 aşağı təbəqənin gəlmək üçün şərait yaratmayacaqdı. Ancaq yüksək bilet. Ancaq yüksək təbəqə qiymətlərin baha olacaqdı. Aşağı təbəqəyə şərait yaratmayacaqdı və nəticə etibarilə krizisə düşəcəkdi. Böyük pul, yəni aşağı təbəqədədir. İstifadəçilər daxil və lüks və yaxud da digər şeylər təbəqə, yəni 6-cı seqment və 7-ci seqment rahat o dəqiqə pulu şey eləmir. Sən ona o qədər bahalı satma şey eləmə, göstərməz. Elə adamlar ora dəvət eləməlisən ki, Tony Robbinsonu misal üçün dəvət elə, onda gələcəklər. Bildim mən. Tony Robbinsonu dəvət eləməmsə gəlməyəcəklər. Deyir, nə etməyim, misal üçün Əzizə baxıram da orada. Və yaxud da İradə xanım YouTube-da da var da, nə etməyim ora gəlirəm. Başa düşdüm. Anlamırlar. Və bu doğru strategiya sayılır sən elədiyin. İndiki vəziyyət üçün. Doğru bir strategiya sayılır. Okay, onda biz çox möhtəşəm keçəcək. Belə baxanda inşallah izləyicilər də dəvət edirik gəlsinlər. Biletlər düzdür az qalıb, amma yenə də bitir artıq. Gəlib iştirak edə bilərlər. Qulaq as, bax növbəti bir məsələ, bax səndə bir dənə məsələ bu kədər məsələsi, cəsarət məsələsi mənim çox xoşuma gəldi. O tema çox maraqlıdır, yəni hətta onun haqqında bir ayrıca bir danışarıq mütləq. Çünki o elə bir mövzudur ki, çox ki o kədər bədəndən başqa necə çıxarda bilərik? Çünki hopur bədənə qalır və sən bunu özündən daşısan şişirsən. Kədərlənirsən. Qalır bədəndə. Və yaxud da bu əsəbi qorxu necə dəyişmək lazımdır? Ümumiyyətlə düşüncədəki hüceyrələri düşüncələri dəyişməsən, bütün bədən yenə də eyni şeyə fırlanır. İnsanlar niyə döngünü yaşayır? Niyə eyni şeyləri təkrar yaşayır? Bir almalı olduğu dərs var, başa düşmür ki, mən nə dərsi başa düşməliyəm, nə etməliyəm? Digəri də ki, yəni sadəcə olaraq özünü dəyişmir. İnsanlar dəyişmək istəmir. Bax sənə bir plakat göstərim. Bu bizim professional Patokdan olan bir plakatımızdır. İlk dəfə olaraq bu arada mən bunu göstərirəm və hətta məndən kozluq keçənlər belə bunu Azərbaycan dilində görməyiblər. Tərcüməsini yeni bitirmişəm. Biz bilirik ki, ekskluziv bəli ilk dəfə burada insanların hərəkətlərinə Pareto prinsipi əksi tapır həmişə. 20%-in 80%-ə prinsip var. Yəni biz Paretonu belə anlayırıq ki, mənim 20% işlərim mənə 80% qazanc gətirir. 80% işlərim mənə 20% qazanc gətirir. Total olaraq Paretonu biz hamımız belə anladıq. Bəli. Doğrumu? Südsay biraz bunu daha fərqləndirdi. Daha dəyişdi. Və deyir ki, Südsaya görə, baxın, 80% uğurlu olmayan insanlar var. Hansı ki, bunlar uğurlu deyil. Uğurlu olmaq istəyirlər. Misal üçün, 10% enerjisi qalan adamlar var, hansı ki, 90% enerji itirirlər. Bu adamlar uğursuz insanlar sayılır. Bu adamlar davamlı hər kəsi qınayan, hər kəsi narazı gəzən, dövlətdən narazı olan, evliliklərindən narazı olan, işindən narazı olan 90% enerjisini itirir və əgər pul enerjidirsə, yəni enerji bərabərdir pul, doğrumu? O zaman insan qazanırsa 1000 manat, 900 manatı gedir. Durduğu yerə boş şeylərin üstündə. Durduğu yerə evdə, mən misal üçün real case'lər olub, mən bir dəfə danışmışdım bunu. Real olub ki, adamın evin su basıb. Evin remontuna pul lazımdır axı təzədən. Maşın dayanıb, nəsə təkərdə nəsə olub. Enerji itirir bu adamlar. Deyək ki, adam qınamır artıq. 20%-li təbəqəyə qalxdı, qınamır, amma keçiblər müzakirəyə, qeybətə. Yenə 80% enerji itirirlər. Yenə 80% enerji itirirlər. İnsan xüsusiyyəti də. Deyək ki, bu hiss eləmək istəyirəm. Amma belədir. Niyə haqsızlıq var? Doğru mu? Haqsızlıq olaraq bu qələmə versən ki, niyə belə? Yaradılış qanunları var. Yaradılış qanunlarına görə isə belədir. Və növbəti şey 30%-dir. Bu adamlar artıq qınamır. Bu adamlar qeybət də eləmirlər, amma yenə də 13% uğurlu insanların içində deyillər. 13% biznesmenlərdir, analitiklərdir, cüda analiz edib biznes qruplar artıq 4 dənə evləri var, 5 dənə maşınları var və yaxud da 2 dənə evləri var. Yəni maddiyyatda problem yoxdur, amma yenə xoşbəxt deyillər. Bax, Südsay koçluq, yəni mənim keçdiyim koçluq növlədir. Birinci növbədə adam bu 10%-dən necə çıxıb qalxsın 30-a, sonra 13%-ə necə keçə bilər onu öyrədir.
13% də olan adama öyrədir ki, necə 2%-ə keçsin. Yəni pulu var, hər şey var. Necə xoşbəxt olsun. Necə daha uğurlu olsun. Buranı adlaya bilmir. Çünki 13%-dən baxın axın yazılıb. Geri axır insanlar. Mənim real кейslərimdə olub ki, insan ağıl proqramında gedir. Şuur sayı 5, missiya 1-dir. Davamlı olaraq ağıl proqramında 280 milyonu var. Əmlakçı falan, yəni bizdə masterlərdən də biri. Masterlərin deyil, masterlərin konsultasiya elədiyi bir adamdır. Sonra gəlib oxuyub eləyib, o da master oldu. 280 milyonu var. Birinci çox da belə dırnaq arası baxır bu şeylərə. Günün birində 280 milyondan sıfırlanır, gəlir 10 milyona düşür. 270 milyon getdi. Düzdür, adam özünə heç nə qəsd eləmir. Belə baxanda 10 milyonda 10 milyondur yəni. Amma yenə də 270 milyonun qarşısında 10 milyon yəni belə baxanda. Getdi hər şey. Yəni o adam üçün getdi. Niyə sıfırlanma? Qayıtdı təzədən 80%-in içinə. Demək ki, ağıl proqramında hərəkət eləyirdi, yaradılış qanunlarına görə nəyisə düz eləmirdi. Bax, bu uğurun və xoşbəxtliyin formuludur. Baba, digərdir. 2%, 2% və 3%-ə keçiddir. Bəs buradan çıxmaq üçün insanın egosu çox nazik olmalıdır. Tez-tez insan egosunu qırmağı öyrənməlidir. Amma bizim insanların egosu çox qalındır. Bizim ümumiyyətlə dünyada hamıda. Mən deyirəm ki, mən deyənlərdir və mən deyən kimi olmalıdır. Həmişə biz deyirik ki, mən deyən kimi olsun. Doğum tarixində 5 olmayan adamların 1.9 xətti sayılır. Dominant egocentrizm xəttidir. Mən istəyirəm ki, hər şey mən istəyən kimi olsun. Niyə? Hardan çıxardırsan bunu? Niyə belə olmalıdır ümumiyyətlə? Və bunu orada da inanclar girir. İnanclar üst-üstə oturur. Bizə ADN təsir edir. Bu inanclar bütün veriliş inancların üstündə gedir. Yəni neçənci verilişlərdə bizdə. Yəni bundan da savayı bir də doğulmuş inanclarımız var. Doğuşdan gələn inanclar var. Doğuşdan gələn. Sənə elə doğuşdan gələn inanc ədalət prinsipi var. Hardan götürmüsən bunu? Sənə elə doğuşdan gələn inanc haqq prinsipi var. Sənə qarşı kimsə haqsızlıq eləyəndə sənin bu prinsiplərin işə düşür. Mənə elə doğuşdan gələn bir inanc sevgi var. Bu elə bir instinktiv oturur o. Doğuşda genlə gəlir də. Çünki tarix də təsir eləyir axı, bir də burada önəmli məsələ var. Yazılan tarix bizim necə olduğumuzu göstərir. Əgər bu tarixdə doğulmuşuqsa, biz necəysə bu tarix onu göstərir. Və master onu oxuyur və sənin olan problemə daha kəsə yolla gedir, onu həll eləyir. Və sən burada belə baxanda sənin özünün belə deyim də, o inanclarını müsbətə doğru döndərir də, belə deyim də. Bəli, müsbət. Yəni müsbət tərəfləri necə istifadə edir? Yəni peşəkar təyinat nədir? Məsəl üçün mən 6 bilirəm, düzdür, elə missiyada deyiləm. Misal çəkirəm, mən gedib hardasa bir mədəniyyət yerində işləsəm, mədəniyyətlə məşğul olsam, kultura ilə məşğul olsam, sadəcə işçi kimi məşğul olsam, 30 yaşa qədər belə davam etsə, 33 yaşdan sonra görəcəm ki, nəsə düz deyil. Missiyam birdir. Mən idarə eləməliyəm axı. Aha. Və əgər mən orada əziyyət çəksəm, xəstələnəcəm. Ciddi xəstəlik tapa bilərəm. Demək ki, mən ya işi dəyişməliyəm, öz sahəmə uyğunlaşmalıyam, ya kədərlənməməliyəm. Kədərlənib orada qalmaq olmaz. Variant yoxdur. Onda ona görə də insanlar müəyyən bir yaşdan sonra başlayırlar dəyişmə. Mən özüm dəyişmişəm yəni. Sən deyəndə, biz keçən dəfə də əvvəl belə deyildim. Tam dəyişdim, başqa yönə yönəldim, elə deyim. Yəni mənim üçün yəni o dəyişim, yəni bizdə belə fantastik bir şeydir də, yəni təsəvvür edirsiniz, mən üçün bir xüsusiyyəti var, daha çox xoşlayır. Sistemli olsun, reglamentli olsun. Birdən özümü çıxartdım, başqa bir sistemi başladım formalaşdırmağa. Sən deyəndə onu başa düşdüm. Bu da var, bəli. Hamımızda var. Yəni düşün, indi insan doğum tarixini bilsə, bunu HR-lara xüsusilə mən tövsiyə edirəm. Rus dilini bilən HR-lar mütləq gəlib Südsay oxusunlar. Niyə? Südsay master olan HR digər HR-lardan 1-0 öndədir. Hə, insanlarla işləyir də daima. İnsanlarla işləyir, doğru kadrı seçir. Misal üçün deyirəm də, bu günləri CV-lər, yəni mənim işlədiyim şirkətlərin CV-ləri HR-a getmir, mənə gəlir. CV-yə doğum tarixinə baxıb işçini mən yönləndirirəm. Ki bu işçini bura götür, bu kadra uyğunlaşır, yoxsa uyğunlaşmır. Təbii ki, təcrübəsi önəmlidir, özünün o sahədə inkişafı önəmlidir. Ya da kompetensiya deyilir. Amma misal üçün mən sənə heç kim analiz öyrətməyib axı. Öyrətməyib. Və sənə heç kim hədəf təyinini öyrətməyib. Bu instinktiv gəlir də o. Və səni doğru o sahəyə götürüb qoysaq, sən orada çox rahat şəkildə həm özün reallaşasan, həm şirkətə fayda verəcəksən. Biz həmişə təcrübə ilə axtarırıq. Mən doğum tarixi ilə tapıram. Və effektivi çox olur.
İnşallah deyirəm hamımız qabımızda olmaq ümidi ilə. Amin, amin. Amin, hə. Əziz təəssüflər olsun ki, vaxtımız bizi sıxır, amma mövzu həqiqətən çox maraqlıdır. Yəni bunu mən fikirləşirəm bir 10 dənə podkast çəksə qutara bilmərik. Doğrudur. Çünki burada bizim elə skilllər var. Bizim məsəl üçün sən soft skills-dasan, sənə davamlı ideya gəlir. Sən onu upakovka eləyib satışın çətindir sənin üçün. Yalnız hard skills-da missiya 3-dür. Və sales skills-də digər missiyalar var, onlardır. Və biz bunu əslində koçluqla insana izah eləyirik ki, sən bunu necə eləyə bilərsən, necə edəcəksən. Bir dənə bu koçluq proqramını da istəyirəm bölüşüm. Koçluq proqramı 8 dərsdən ibarətdir. Başlayır və burada gördüyünüz kimi slaydlarla da ice diaqramlarına görə nələr ailə platformalarıdır, subyektiv, obyektiv reallıqdır, biznesin analizidir, çıxar analizidir. Düşünün, biznes analizi eləyəcəksən və adamın biznesi var, istehsalatı. Bunun analizinə görə ticari analizi necə olmalıdır, istehsalat analizi nə olmalıdır? Hamısını bir-bir koçluqda insan keçə bilir. Və koçluq dəyişim bir proqramıdır. İnsan dəyişib çıxır. Bir görüşlə də dəyişmək mümkündür. Bəli, seansla insan müəyyən kədəri var, razılaşmadığı mövzular var. Biz bunu eləyə bilərik, dəyişdirə bilirəm mən, yəni bunu. Amma daha dərin istəyirlərsə mütləq şəkildə koçluq keçər. Hər 35 gündən bir demək olar ki, bu ayın sonunda bir dənə də növbəti qrupun başlayacaq və qrup şəklində, fərdi şəkildə hər kəs qoşula bilər. Nəticələr isə dediyim kimi insana həmin o olan insanın birinə investisiya lazım idi, koçluq bitir, adama böyük bir investisiya eləyirlər. Bir ay sonra təxminən adam şokda olur ki, necə olur? Gedir kitaya koçluqdan sonra. Deyir ki, məhsulları alma. Deyir, elə olur ki, məni elə adamlar qabağıma çıxır ki, bu adamlar məni özləri ən ucuz və keyfiyyətli satan yerə aparırlar. Adam kitay dilini bilmir, perevoçka ilə danışır. Gör nə qədər enerjilər təsir eləyir insana. Doğru şəkildə analiz gedir. Kompetensiyalar, artıq işi strukturası, amma missiya 4 işi struktura sala bilmir. Çox çətindir missiya 4 üçün işi struktura salmaq. Və hər missiyaya görə dəyişir bir də. Əziz, sənə də, izləyicilərimizə də yenə müsbət enerji arzulayırıq. Təşəkkür edirik gəldiyin üçün. Həqiqətən çox maraqlı oldu, maraqlı keçdi. İnşallah növbəti görüşlərədək. İnşallah Fuad, növbəti görüşlərədək. Bu dəfə uzun çəkməyəcək, tez olacaq inşallah. İnşallah, Allahın köməyi ilə.